Hörmətli izləyicilər, Neftçi Futbol Mərkəzindəyik və bugün AFFA Gənclər Liqasının 29-cu turunda komandamız Neftçinin gəncləri məhz Səbayılla üz-üzə gəlirlər. Əvvəlcə başlayaq Neftçidən. Komandamıza qapını 1 nömrə İmam Əli qoruyur. 7 komandanın kapitanı Rəhman Tahirli, 2 Məhəmməd İmaməliyev, 6 Həsən Nəzərov, 8 Sadiq Məmmədli, 10 Murad Məmmədov. Qonaqların heyəti isə bu cürdü qapını 1 nömrə Zamir Mürsəlzadə qoruyur. 14 komandanın kapitanı Murad Muradzadə, 2 Arsen Xəlilov. Hücum davam edəcəkmi? Rəhman çatdırdı topu özünü. Allah keçdi rəqibini. Rəhman Tahirli cərmə meydançasında. Rəhman zərbə endirir. Müdafiəçilər daha bir ötürmə. Real Fərzullazadə hesab açılır. 23-cü dəqiqədə Neftçi hesabda irəli çıxır. Qolun müəllifi komandanın kapitanı 11 nömrəli Real Fərzullazadədir. Hansı ki burada Rəhman Tahirlinin də üzərinə böyük yük düşdü. O indi irəli ötürmə qarşıladılar. Murad Məmmədov, Murad endirdi topu yerə. Məmmədov cərmə meydançasına. Murad zərbə endirir qapıcı. Daha bir cəhd olacaq. Rəhman Tahirli topladı. Rəhman cərmə meydançasına daxil olur. Tahirli çəkdi sol ayağına. Rəhman zərbə endirir və Rəhman Tahirli möhtəşəm fırlatdı topu. O necə trayektoriyaydı. Rəhman Tahirli. Qapıcı da baxdı topa. Müdafiəçilər də sadəcə baxmaqla kifayətləndilər. Sağ janqdan Səbayılı hücumdadır. Cərmə meydançasına daxil oldu. Yerə yıxıldı Səbayılın futbolçusu və hakim bildirir ki, bu penaltidir. Burada Məhəmməd İmaməliyevin müdaxiləsi penalti kimi qiymətləndirildi. Amma Murad Fərzəliyev İmam Əliyə qarşı fit səslənir. Murad topa yaxınlaşır. Fərzəliyevin zərbəsi və fərq azalır. 42-ci dəqiqədə hesab 2-1 olur. Səbayıl komandası vurulan qollardan birinin əvəzini çıxdı. Rəhimxanov, Məhəmməd İmaməliyev və dərhal 45-ci dəqiqə tamamlanan kimi qarşılaşmanın ilk hissəsi başa çatır. Rəhman ötürməsi, Murad cərmə meydançasında. Murad ötürməsi, Real Fərzullazadə 3-1. 51-ci dəqiqə dubl edir Real. Rəhman Tahirli və qarşılaşmanın final fiti səslənir.